Afrika dövlətləri və s. hansısa bir viza rejimi ləğv edəndə bəzi deyək ki, siyasətdən xəbər olmayan insanlar olur ki, deyək ki, bizim nəyimizə lazım idi o dövlət. Anlamırlar ki, bu dövlət BMT-də söz sahibidir. Onun da bir səs hüququ var. Və bizə lazım olan anda o orada əlini qaldırmalıdır. Necə biz 2019-23-cü illərdə ki, qoşulmama hərəkatına sədrlik elədik və o sədrliyimizdən istifadə elədik. İkinci Qarabağ müharibəsində dünyanın müxtəlif ölkələrinin bizə qarşı aqressiyasını yaratmaq istəyən dövlətlər ki vardı bəzi, onların o aqressiyasını yaranmasına imkan vermədi. Bu önəmli bir məsələdir. Bu siyasi strateji gedişlərdir. Bunu anlamaq üçün gərək daha geniş planda düşünəsən. O baxımdan düşünürəm ki, yeni dünya nizamı artıq yeni mərhələyə keçibdir. Əslində nizamsızlıq yeni mərhələyə keçibdir. Bu nizamsızlığın ardından hansı formada dünya deyək ki, düzəni dizayn olunacaq, biz onu zamanla görəcəyik. Var, elə bir savad kütlə var, amma hər halda bayaq ilk başda danışdığımız kimi dövlət istənilən halda savadlı insanlar tərəfindən idarə olunmalıdır. Həmin o güruha buraxılmamalıdır. İntellektual, savadlı və o güruhun da üzr istəyirəm, həyat şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyin təmin olunması üçün istənilən halda belə deyək də kiçik bir qrup, elita, savadlı insanlar idarə etməlidir. Bəli,